Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin inkişafı Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni siyasi konfiqurasiyanın mühüm elementlərindən birinə çevrilir. Bakı və Daşkəndin yaxınlaşmasının əsas siyasi nəticəsi münasibətlərin ikitərəfli çərçivəni aşaraq çoxtərəfli diplomatiya, regional inteqrasiya və Türk dünyasında institusional əməkdaşlıq müstəvisinə keçməsidir. Bu, iki ölkənin siyasi imkanlarını birləşdirməklə yanaşı, Xəzərin hər iki sahilində daha koordinasiyalı regional məkanın formalaşmasına zəmin yaradır. Bu proses ilk növbədə beynəlxalq platformalarda özünü göstərir. Azərbaycan və Özbəkistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə, qoşulmama hərəkatı və digər çoxtərəfli mexanizmlərdə əməkdaşlığı genişləndirirlər. Bakı və Daşkəndin müxtəlif siyasi platformalarda qarşılıqlı dəstək nümayiş etdirməsi müttəfiqliyin diplomatik imkanlarını artırır və milli maraqların beynəlxalq səviyyədə təşviqi üçün əlavə siyasi resurs yaradır. 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşməsi üçün mühüm institusional mexanizmə çevrilmişdir. Və nəticə etibarilə bugün artıq iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri daha üst səviyyəyə qaldıraraq müttəfiqlik münasibətləri səviyyəsində öz əksini tapmışdır ki, bu da nəticə etibarilə iki ölkə arasında imzalanmış çox vacib mühüm bəyannamə və müqavilələrlə təsbit olunmuşdur. Bu günlər yeni dünya siyasi nizamı qurulur və yeni siyasi təhlükəsizlik çağırışları var və bu müstəvidə iki ölkənin artıq müttəfiq olması və növbəti mərhələ ilə qardaşlıq əlaqələrini inkişaf etdirməsi təbii ki, iki ölkənin birgə siyasi çağırışlara cavab verməsi və xarici siyasətdə, regional siyasətdə koordinasiyalı çalışmasına gətirib çıxaracaq. Azərbaycan artıq Mərkəzi Asiya Cəmiyyətinin üzvüdür. Azərbaycan artıq bu regionda siyasi, iqtisadi təhlükəsizlik müstəvisində region ölkələrlə əməkdaşlıq edirməz. Özbəkistanla sıx əməkdaşlıq müstəvisində də artıq Azərbaycan kifayət qədər Mərkəzi Asiyada, həm də Xəzər hövzəsində də münasibətləri yüksək səviyyəyə qaldırıb. Özbəkistan Azərbaycanla bütün spektrlarda əlaqələri də inkişaf etdirməkdə maraqlıdır. Münasibətlərin regional çəkisini dəyişdirən əsas hadisələrdən biri isə Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünə inteqrasiyasıdır. 2018-ci ildə Astanada əsası qoyulan bu mexanizmdə Prezident İlham Əliyevin 2023-cü ildə 5-ci, 2024-cü ildə isə 6-cı toplantıya fəxri qonaq kimi qatılması Azərbaycanın Mərkəzi Asiya ilə siyasi yaxınlaşmasının ardıcıl xarakter aldığını göstərirdi. Bu proses 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən 7-ci məşvərət görüşündə Azərbaycanın tam hüquqlu iştirakına dair qərarın qəbul edilməsi ilə yeni mərhələyə keçdi. Şərqdən qərbə doğru beynəlxalq yüklərin daşınması, regional təhlükəsizlik məsələləri, rəqəmsal transformasiya şəraitində əməkdaşlıq spektrinin müəyyən olması, bunlar hamısı bilavasitə iki ölkə arasında xüsusilə də iqtisadi zəmində formalaşmaqda olan əməkdaşlıq mühitinin digər sahələrə də proyeksiya olunması üçün əlverişli şərait yaratmış olur. Bir tərəfdən siyasi dialoqun ən yüksək səviyyədə təmin olunması, digər tərəfdən də çox vacib iqtisadi bağları özündə ehtiva edən inkişaf strategiyasının müəyyən edilməsi nəticə etibarilə iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə kifayət qədər də dinamikliyini təmin edə biləcək yeni bir strategiyanın, bir yol xəritəsinin cızıldığını görmüş oluruq. Həm regional təşkilatlar müstəvisində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki dövlət birgə siyasi olaraq hərəkət edəcək. Özbəkistan bu günlər qərbə açılımı da orta dəhliz vasitəsilə edəcək. Azərbaycanla artıq Özbəkistan bu istiqamətdə də müəyyən razılaşmalar da əldə edib. Yəni göründüyü kimi Azərbaycanla Özbəkistan arasında bütün istiqamətlərdə münasibətlər yüksək səviyyədə davam etməkdədir. Cənab Prezidentin də Özbəkistana növbəti səfəri bu əlaqələri daha da dinamik müstəviyə və növbəti mərhələdə hərbi müttəfiqlik müstəvisinə də çıxaracaq.
Ötən il Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə qəbul olunan sənədlərdə təşkilatın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, Türk dövlətləri arasında birliyin dərinləşdirilməsi və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması kimi hədəflərin ön plana çıxması bu transformasiyanın istiqamətini göstərir. Müttəfiqliyin dayanıqlığını təmin edən başqa bir məqam siyasi dialoqun yalnız prezidentlər səviyyəsində cəmləşməməsidir. Azərbaycanın Mərkəzi Asiyanın siyasi mexanizmlərinə daxil olması, çoxtərəfli platformalarda Bakı-Daşkənd koordinasiyası, Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiya xəttinin güclənməsi və parlament diplomatiyasının institusionallaşması Cənubi Qafqaz, Mərkəzi Asiya, Türk dünyası arasında yeni siyasi bağlılıq yaradır. Bu mənada Azərbaycan-Özbəkistan müttəfiqliyi Xəzərin iki sahilini yaxınlaşdıran və regionda formalaşan yeni siyasi arxitekturaya təsir göstərən strateji amillərdən birinə çevrilir. Fərid Yusifov, APA TV.